Daxili boşluq, baş ağrıları, halsızlıq, motivasiyanın olmaması problemləri. Tamamlana bilmədiyi duyğuları tamamladı. 9 isə başı təmsil etdiyi üçün və artıq başdakı olan əngəlləri ortadan qaldırdı. Aha, əslində sizin kifayət qədər bu sahədə təcrübələriniz və sözsüz ki, sizə olan müraciətlər də oldu. 2025-ci il ərzində düşünürəm ki, sizin üçün çox uğurlu məhsullar bir il oldu. Sırf Nəcməddin Fərzalıyev adından yanaşsaq, Nəcməddin üçün 2025-ci il hansı əsas əlamətlər, hadisələrlə, müsbət, mənfilərlə yaddaşında iz buraxdı? Deyərdim ki, müsbəti çox oldu. Nəyə görə çox oldu? Təlimlərimiz sürətli şəkildə ondan artıq təlimimiz gündəmə gəldi, çox bəyənildi, çox məşhurlarımız qoşuldu təlimlərimizə və artıq tələbələr yetişdirdikcə enerji yüksəlir. İki kitabınız işıq üzü gördü. Ən möhtəşəm xəbərlərdən biri o idi. Sən bir möcüzəsən, qaranlıq tuneldən görülən işıq. Hər iki kitabımda eyni ayda işıq üzü gördü və 3-cü kitaba start verdik. İl çox möhtəşəm və mükəmməl keçdi. İlin sonu biraz anamın səhhəti ilə bağlı problem olduğu üçün biraz narahat oldum. Ona da bol şəfa arzulayıram. Yəni bircə dənə qaranlıq nöqtəm o qalıb. Hər hansı bir ilimdə bir problem olmadı. Şükürlər olsun yaradana. Biraz anam özünə baxımsızdır, qayğıya ehtiyacı var. Ananızın adı nədir? Sevda. Sevda xanım, xahiş edirəm özünüzü qoruyun. Çünki Nəcməddin sizlə nəfəs alır, öpürük. Sevda xanım daxil olmaqla bütün anaların əllərindən, gözlərindən analarımız həyatdakən onların qədrini bilməliyik. Siz həmişə onu bizə deyirsiniz. Bəli, ona görə də ki, anam da biraz narahatçılıq oldu. O da özünü qorumalıdır və ən vacibi Gülnar xanım universitetə daxil oldum, psixologiya fakültəsinə. Növbəti universitetə. Bəli.